isti biyaban, hararetli biyaban, kəbir. Ondan mənə buyurdu, odur ağanın xeyməsi. Düş dəvöndən yerə, dedim bə dəvəni kimə tapşırım? Elə bil Əli ibn Məzyar orada da elə ürəyi dəvədədir. Dəvəni kimə tapşırım? Bir cavan mənə dedi ki, dəvə boşla, buranın mələikə hifazət edir ki, bura bir kəs gələ bilməz. Buranın hafizi mələkdir. Buranın gözətləyəni mələkdir. Yoxunlaşdım xeymiyə, buyurdu, dayan, qoy, mən icazə alım, ağadan varid olasan. Cavan varid oldu, gördüm, ağa icazə verir, buyurdu, varid olsun. Varid oldum, gözüm düşdü ağanın cəmalinə. Özümü saldım toprağa, yüzümü qoydum əyağını ağanın, şiddətlə ağladım. Dedim, ağa, bən niyə gəlməysən? Ağa buyurdu, Əli ibn Məzyar, sən niyə gec gəldin? İnna kunnan nətəbəqqəvəkə leylən və nəharən. Günüz mən sənin intizarı çəkəydim. Əli ibn Məzyara dedi, ha. Əli ibn Məzyar dedi, ağa, 20 ildir mən sənin dalıca gəziyəm. Sənin qasidin gəlmədi, namə gətirənin gəlmədi, sifariş yollamadım mən gələm, mən səni tapanmadım. İmam buyurdu, yox Əli ibn Məzyar, 20 il axtaraydın, amma qabiliyyətin yoxdur. Qabil deyil. Ona xatir sənə qasid yollamadın. Gərək qabil olaydın, sənə qasid yollaydın. Bu qabiliyyəti müntəzir olan